Bir. Sabah xeyir mənim balam. Yenə bax biz bu günləri mən bunu çəkməkdə məqsədim bilirsən nədir? Bütün müştərilərim bunu çox sevir. Bu tasvirlərdir. Tasvirləri dünən də paylaşmışam, bugün də paylaşacağım. Yəni bugünə də var. Bax bugün 20-ci günü, 23. Hansı aydı bu? Nə aydı? May ayı. Hə, may ayının 23-cü. Yenə bax tasvirlərimiz var. Bunu çox sevirlər. Yəni mənim ideal olan yeməklərimdən biri də budur. Bax, tasvirlərin soğanındır, bax, soğandır, biberdir, kökdür, bolqarski biber, renkli biber, sade biber. Sonra buna da qorulandan sonra qatacağıq zirincin, Allah'ın izniyle. Sonra da lüləsini, bax, buna nə vururamsa, eyni qaydada biber, kök, zirinc, hamısından nə vururamsa, bunun ətin içinə də vururam. Ətin içini də mangalda da görmüsünüz, yenə göstərəcəyim inşallah. Gördüğünüz kimi de mangalda lülələrimizi pişiririk. Pişirəndən sonra da lüləmizi mangalda pişirib qoyuruq bunun içine. Sonra da bir 5-10 dəqiqə qalır, ağzını kapatırıq. O dad, sos tadı, bir de pomidor vuracaq da buna bilirsin. Sosun tadı lüləyə geçsin. Bir de sarımsaq, gözəllik verən buna sarımsaqdır. Bir de mənə bax, mənə. O səhifədə biri yazıb, ay Allah, mənə ölümdür, bundan aşpaz olar. Bu da nə vaxtdan şef oldum. Mən bilmirəm o restoran işçisidir, kimdir, nədir bilmirəm. Mən ona bir kəlmə söz deyirəm ki, mən buradan cənublulara çoxlu salam deyirəm. Mən talışları çox sevirəm. Mən onu bilin ki siz, bir dənə gözünüzü açın, əməlli mənə baxın. Mən yenə deyirəm, pulla alan adam deyirəm mən. Mən Şah Hüseynin tələbəsiyəm, qardaşım. Mən elə-belə sənətkarın tələbəsi deyirəm. Biri yazılıyor da, ay Allah, nə ölüm ver, buna vaxtdan şef oldu. Sən Azərbaycanında 5 dənə şef var idisə, biri də mən onlardan biriydim. İndi qozalmışıq deyənə elə bilirsiniz, qırağa çəkiləcəyik. Nəysə, bir gətir o pomidoru bura. Pomidorumuzu tökdük, indi ondan sonra bax, tuzunu tökürük. Tuzunu tökürük qəşək. Tuzu tökəndən sonra, orta acılı olmalıdır, yəni biraz ekşiş tadı verməlidir. Biraz da pul biber vururuz ki. İnteresan. O pomidoru gətir tez bura. Yine pomidordan biraz əlavə edirik. Ondan sonra pul biber. Pomidoru da yine əlavə elədik. Yok. Sonra da dalayacağım. Bax belə. Qəşəng gözəl zirincimizi, bax zirincimizi. Zirincimizi niye belə vaxtı vururuq? Çünkü pomidorun tərkibində su var. Su olanda zirinci qurutmur. Diri-diri gözəl qalır. Turş məzəsini ekşi bırakır deyə. Zirincimizi də vurduq, qəşəng qarışdırdıq. Qəşəng qarışdırdıq, qardaşlar. Qəşəng qarışdırandan sonra da fasulyelerimizi de orada pişirib göstərmişdim fasulyenin qatmağı. Vururuq içinə, 15 dəqiqə onunla beraber pişir. Ondan sonra ağzını bağlayırıq ki, bu soğuzun dadı çıksın ona. Öz soğuzun, pomidorun soku, moku, biberin dadı, soğuzun dadı ona çıksın. Ondan sonra hazırdır, gelirsiniz, yiyirsiniz, harada deyirsiniz, qara evdə. Yerləşən kendinizdə sevmir. Kimin yanında deyirsiniz, əlbəttə ki, Elçin babam. Bir də deyirəm ki, abala, ağıllı olun, mənə yox. Geç işinlə məşğul olun. Öpürəm. Elçin usta, nə yaşıyorsan? Qardaşım, bir yaxlarımı göstərdim. Tasvirlərin için hazırlamağını gösterdim necə hazırla. Bu da bizim tasvirlərimizin lülələrdir. İndi götürüb buradan aparacağıq hara. Tasvirlərin içinə, öz soğuzun içinə, soğuzunda. Yavaş-yavaş götürürük. Buna baxın nə kimi qızarır. Mehmet usta, sen nə yaşıyorsan? Lülə hazırlayırıq. Lülə qurudur. Gedək ama hatta o birisiləri yaxşı pişir. Deməli belə ana, bax bizim bu tasvirlərimiz. Deməli eləyirik, bax vururuq öz soğuzun içinə. Görsən nə qəşəng akuratlı. Qəşəng qardaş, gedir də bizə bu. Bu tava lüləsi mənim reseptimdir, öz reseptimdir. Qəşəng sarımsaqlıdır, bolqarski biberdir, zirincdir, pomidordur, kökdür. İnan ki, müştərilərim satan bunu soruşur. İnan hər gün olsa hər gün gedər. Prosto bu ağır tema deyirəm. Ancaq 5-6 bazar edirəm. Yəni şu vaxtın çox aparır da bu. Çatdıra bilmirəm deyənə elə belə 5-6 bazara salmışam. Allah'ın izinlə Allah müştərimizi versin.
əsas gözəllik odur ki, bunu yemək üçün hara gəlmək lazımdır? Hə, Qara Qarayevdə yerləşən kəndimiz restoranına. Qardaşım, lülələrimi tasvirlər var ha bu günə. Gəlin. Kəndimiz restoranına Qara Qarayevdə gəlib, qəşəng. Bundan, bu gözəl təyyamlardan dada bilərlər. Bir də anası yenə bir şey göstərərlər. Maşallah, bu da bizdə yaman xod gedirəcək. Axır vaxtlar özünü tutub bu da. Hamı deyir Bakı qorma, Bakı qorma. Amma mən demişəm ki, İsmailinski qorma. İsmailinski qorma. Özü də Qubaxəlli kəndinin qorması. Bizdə toylarda bunu verirlər. Bunu vurdu Anar müəllim. Gözəl, bu pişir. Kəndən sonra Allahın izinlə. Ağzını bağlayırıq. Öz sosunu bırakır olur. Bax, ağzını kapatdıq. Hazır demək olar. Bu da bilirsən nədir? Bu dana ətidir. Təzə kartoşkadır. Bunun gözəlliyinə bax. Gözəlliyinə bax bunlar. Bu da dana ətinin təzə kartoşka ilə qoğurmasıdır. Hə, sözümün canı ondadır. Gəlin yenə mənim yanıma, Elçin babanın yanına, Elçin babanın nağıllarına qulaq asasa, gözəl təyyamlardan yeyim. Bir də həmən oğlanına deyirəm ki, ağıllı ol baba, ağıllı ol. Elçin baba de bu. Öpürəm, yolunuzu gözləyirəm sizin. Maçı, sağ olun.